25-ci suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. A şərtinə baxaq. 4-cü dövrün vulkanik süxurlarına rast gəlinmir. Bilirik ki, 4-cü dövrün vulkanik süxurları yalnızca Kiçik Qafqazda var. Lənkəran zonasında və Naxçıvanda olan vulkanik süxurlar 3-cü dövrə aiddir. Deməli, yalnızca Kiçik Qafqazı özündə əks etdirməyən hissəni seçməliyik. Yəni 3-ü. 3 yalnızca Kiçik Qafqaza aiddir. Deməli 3-ə A. B şərtinə baxaq. Yanar şist təbii ehtiyatına rast gəlinmir. Bilirik ki, yanar şistlər Böyük Qafqazdadır. Deməli, sadəcə Böyük Qafqazı özündə əks etdirməyən 4 rəqəmi götürülməlidir. Sarı torpaqlara rast gəlinmir. Sarı torpaqlar Lənkəran vilayətində olduğuna görə Lənkəran vilayətini özündə əks etdirməyən rəqəmi götürürük. Və ərazisində tektonik qalxma zonası mövcuddur. Böyük Qafqazda da, Kiçik Qafqazda da, Lənkəran vilayətində də tektonik qalxma zonası var. Böyük Qafqaz vilayətində Böyük Qafqaz tektonik qalxması, Kiçik Qafqaz və Lənkəran vilayətində isə Kiçik Qafqaz tektonik qalxmasının hissələri var. Deməli, yalnızca Kür çökəkliyinin aid olmadığı 2 rəqəmi D şərtini ödəyir. Birinciyə C, ikinciyə D, üçüncüyə A, dördüncüyə B şərti D variantındadır.